Biz UPenn-in rəsmi dormlarından birində qalırdıq. Bu, hündür mərtəbəli bir yataqxana idi və mən 3 otaqlı bir mənzildə qalırdım. Mənim otağım isə 2 nəfərlik idi. Həmin mənzildə mətbəx, istirahət otağı və ortaq sosial zona var idi. Düzdür, mən dünyanın ən önəmli universitetlərinin birinin yataqxanalarını daha rahat və müasir olacağını güman edirdim. Dormlarımız təxəyyülümdə olanı qarşılamasa da tələbə üçün zəruri hər bir şərait var idi. Axşamlar bəzən bu sosial zonalarda tədbirlər keçirilirdi, oyunlar olurdu ya da sadəcə dostlarla söhbətləşirdik. Beləliklə, bu yay UPenn-də yaşadıqlarım mənim üçün həm akademik, həm də sosial cəhətdən möhtəşəm təcrübə oldu. Ümumiyyətlə, yay məktəbləri akademik bacarıqları inkişaf etdirmək, yeni mövzular öyrənmək, təcrübə toplamaq və liderlik qabiliyyətlərini kəşf etmək üçün unikal bir imkandır. ABŞ, Avropa və dünyanın müxtəlif ölkələrində təşkil olunan bu proqramlar xüsusilə beynəlxalq universitetlərə qəbul prosesində tələbələrə böyük üstünlük verir.